Ha, deməli, bugün gilas budaması haqqında ətraflı məlumat vermək istəyirəm. Çoxu deyir elə gilasdan danışıram. Əslində elə deyil. Mənə göndərilən suallara görə mövzunu hazırlayıram. Həm də bu il biraz işlədiyimiz bağlarda gilas bağlarımız çoxdur. Həm də mənə bir neçə video atıblar gilas bağına aid. Baxıram ki, yalan yanlış kim necə gəldi məsləhət verir. Videoda gilasa gibberellin tətbiqindən söhbət gedir. Cavan gilas bağına gibberellin tətbiq etməklə budaq əldə etmək hansı məntiqə dayanır? Yəni cavan bağda yan budaq vermək potensialı yoxdursa, bəs nə vaxt olmalıdır ki? Gibberellin tətbiqi zamanı, bəli, yan budaqlar çoxalır, amma əks təsirləri haqqında bilmədiyimiz halda əldə olunan fayda nəyə lazımdır? Məcburan ki, məsələyə münasibət bildirim və bir çox sahibkarın da başını bulandırmasın. Yanlış istifadə, gibberellindən yanlış istifadə enerji balanssızlığına, arzu olunmaz böyüməyə və ən pis zərəri isə bitkilərdə qocalma prosesini sürətləndirə bilir. Bitkilərin metabolizmasına təsir edib, böyüməsinə kömək eləyir. Amma hüceyrələrin yaşlanmasına səbəb olur. Yarpaqların yayın ortasında tökülməsinə, meyvələrin erkən yetişməsinə, yəni şişmədən razmer ala bilmir, ölçü ala bilmir. Budaqların daxili quruluşunda intensiv böyümə zamanı hüceyrələrin daha çox kalsiyumla təmin edilməsinə səbəb olur və nəticədə budaq daha az dayanıqlı olur və qırılmaya meyilli olur. Gibberellin verilən budaqlarda, yəni həmin budaqlarla normal budaqların eyni həcmdə çəkisi daha yüngül olur. Günəbaxan budağı formalaşır da, yəni bilirsiniz orada hüceyrə bölünməsi hansı formada gedir. Gibberellin tətbiq edəndə gilasın budaqlarında da həmin günəbaxan budağına bənzər budaqlar formalaşır. Budaqlarda elastiklik olmur. İntensiv budağın meyvəyə yatımı az olur. İntensiv budağın gizli yatmış gözləri də olmur. Uc vurma zamanı normal budağın 1-2 cm quruyursa, yəni budağın ucunu kəsəndə 1-2 cm bilirsiniz də quruyur. O budaqların bəzən hamısı quruyur. Yəni uc vurmağa dayanıqsız olur. Həmin budaqların növbəti ilində meyvə gözündə də nizamsızlıq olur və ya vaxtından əvvəl qocalma müşahidə olunur. Həm də gibberellin tətbiq olunan ağaclarda ağacın iç meyvə gözləri formalaşa bilmir. Hələ defoliasiyaya meyillilik var, xəstəliklərə qarşı dayanıqsızlıq var, kök zəifliyi var və su stresinə qarşı dayanıqsızlıq və sair mövzular var ki, bunları demirəm. Yəni mövzu o deyil. Budama mövzusunda mən məlumat vermək istəyirəm. Bu mövzunu geniş çatdırmağıma ehtiyac görsəniz, gibberellindir, indol asetik asiddir, indol butyrik asiddir, stokinin kimi hormonların dozaları və istifadə qaydaları barədə məlumat bölüşərəm sizlərlə. Sadəcə yalan yanlış məlumatlarla münasibətsiz qalmaq istəmədim. Yəni mən indi sizə budama haqqında danışmaq istəyirəm. Bildiyimiz kimi mən hər şeyi ümumiləşdirib cavab verməyə daha çox üstünlük verirəm. İndi isə mövzu deyil. Gilası daha detallı izah edəcəm. Bir şey nəzərinizə çatdırım ki, yəni indi iş çoxdur. Hər yerdə işimiz çoxdur. Hamının da işi çoxdur. Qışın bekarçılığı gəlir qabaqdan və hər mövzuya toxunmağa vaxt olacaq. O zaman hər mövzunu geniş izah edəcəm. Deməli belə. Deməli gilasın budamasında plan ən azı 4 illik olmaqla planlaşdırılmalıdır. İlk 3 illik plan ağacın şəkilləndirilməsi üzərində qurulmalıdır. Söhbət intensiv bağlardan gedir təbii ki. Yəni 4-cü ildən artıq həm meyvənin keyfiyyətini diqqətə alaraq kiçik dekor budamalar aparılmalıdır və mövsümündən asılı olmayaraq dekor budamalar aparmaq olar. Yaz, yay, qış, payız fərq eləməz. Dekor yəni bəzək-düzək budaması. Baxıram ki, buna da qeyd edeyim. Erkən budama mövzusuna da ağıllarına gələni yazırlar. Yəni, ay nə bilim, yarpaq üstündə budayanda boş-boş şeylər yazırlar. Yalan yanlış məlumatlarla insanların başını pozurlar. Erkən budama zamanı ağaclar şirə verir, nə bilim, xəstəlik tutur və s. Bəs calaq vurmaq üçün göz götürməyə gedəndə heç yadınıza düşmür xəstəlik və yaxud şirə. Gedirsiniz bağı yontalayıb aparırsınız göz vurmağa. Heç onda xəstəlik yadınıza düşmür. Yəni mənasız söhbətlərlə insanları yanlış yönləndirməyin. Avqustun 15-dən sonra tam sərbəst istənilən budamanı aparmaq olar. Bunun mən arxasındayım. Sizin kimlərin ucbatından sahibkarlara hər sözümüzün doğruluğunu, elmə dayandığını çatdırmaq üçün məcbur oluruq saat yarım mühazirə oxuyaq. Yəni bu sizin ucbatınızdandır. Bu yanlış informasiyaların
ortalıqda çoxluğundan qaynaqlanır. Biz bu qədər zülm çəkirik. Təbii ki, biz də maarifləndirməyə borcluyuq hər bir sahibkara. Amma yəni demək istədiyim konkret olaraq bir var, məqsədi maarifləndirmək olar. Bir var, qarşı tərəfi inandırasan ki, bu yanlış addımdır. Nəysə, indi mən sizə bu damanı illərə görə paylaşıram və ona görə də proqramınızı qurun. Yoxsa danışdıqca mövzu uzanır.